Hər birinizə salam qızlar. Yepyeni bir video ilə qarşınızdayım. Bu mənim YouTube-da ilk videomdur. Elə məhz bu səbəbdən hər birinizin dəstəyinə çox ehtiyacım var. Sizdən xahişim isə kanala abunə olmağı, bildirimləri açmağı, öz fikirlərinizi şərh bölməsində mənimlə paylaşmağı və videonu bəyənməyinizdir. Bugünkü videomuzun kontenti isə ev işləri, qızımın baxımı və axşam yeməyinin hazırlanmasından ibarət olacaq. Yəni bir sözlə mənim bir günümü əks etdirəcəyim. Gördüyünüz kimi burada mənim evimin axşamdan səhərə qalan halıdır. Hələ bu bir otaqdır, yəni qonaq otağıdır. Digər otaqların təmizliyini isə sırayla sizlə çəkib paylaşacağam. Gördüyünüz kimi əşyalar, oyuncaqlar hər yerdədir. Bunları yığıb səliqəyə salmaq lazımdır və yavaş-yavaş bura başlayacağam. Başlamamışdan əvvəl işıqları falan da yandırıram ki, içəri aydınlıq olsun, videonun kalitəsi isə düşük olmasın. Budur, ilk başladığım artıq əşyaları yığmaqdır. Divanın üstündən başladım, sonra Diləyin oyuncaqlarını yığdım, yerə onun üçün sərdiyim ədyalı qartdaladım və artıq əşyaları götürdüm. Bu divan üzünü heç sevmirəm, amma batmaması üçün ondan istifadə eləyirəm. Dəyişməyi düşünürəm. Burada onu yumağa atdım. Xalçamı götürürəm. Xalçam da tərtəmizdir, amma içərini tozlanacağım üçün onu kənara qoymaq məncə daha məqsədə uyğun olardı. Evi havalandırdıq. Burada toz soranı qoşuram və yavaş-yavaş hər yeri toz soranamağa başlayıram. Bu zalın bir hissəsidir. Digər hissəsi isə bayaq videoda məncə gördünüz, stullar olan yerdir. Uyandı, yatmış gözəl. Kız, bura bax. Boncuk. Yata bilmiştin mi? Boncuk. Ne istemiştin? İstemiştin. Sen hoşlanmışsın. Anilemiştin. Anile. Pata giymeyi hiç sevmir. Burada gördüğünüz gibi. Hava bugün biraz küləklidir, amma buna baxmayaraq Diləyi biraz aşağıda gəzdirməyi düşünürəm. Çünki təmiz hava qəbul eləməlidir. Ona görə də azı qalın geyindirirəm. Aşağı düşməzdən əvvəl isə Diləyə yemək hazırlayıram. Bu arada ona hazır sığlardan verəcəm. Çünki son zamanlarda birazca iştahsızlıq göstərir. Normalda səhərləri ya yumurta ya da ki düyü hazırlayırdım, amma indi bunların heç birini istəmir. Mən də onun tox olmasını, az qalmaması üçün məcbur hələ ona sığ verməyə davam edirəm.
Azcana gün ışığı görən kimi çayımı içdiyimlə aşağı düşdüyümüz biri oldu. Burası da bizim bağımızdır. Gördüğünüz kimi mini ölçüdədir. Hələ ki burada görüləcək işlərimiz var. Ona görə də belə boş saxlamışıq, müvəqqəti. Təmiz hava qəbul elədikdən sonra Diləyi biraz yuxarı gətirdim, azcıq oynadıq. Ardınca isə altını dəyişdirdim, əynini nazildim və yatızdırdım. Hər gün demək olar ki, hardasa 2 saatdan 3 saatdan tamamından sonra onun gündüz yuxusunun vaxtıdır, yatızdırıram. Bu əsnədə isə evdə olan digər işlərimi görməyə başlayıram. Əslində videoda çox qısa bir zaman, çox qısa bir müddət göstərilməyinə baxmayaraq, bəli 2-3 saat tamam oldu və onların da belə deyək, çox minimal bir hissəsini çəkib sizinlə paylaşa bildim. Sizi bilmirəm, amma mən nədənsə arxa fonda danışığın olmadığı videoları daha çox sevirəm. Hansılar ki, bu daha çox Koreya tipli videolarda özünü daha çox göstərir. Onlara marağım mənim daha çoxdur. Amma bu mənim ilk videom olduğu üçün istədim sizinlə biraz ünsiyyət yaradım. Həm də siz bəyəndiyiniz videoların formatını necə sevirsinizsə, onu yorumlarda şərh bölməsində qeyd edərsiniz. Əgər danışığı sevirsinizsə, mənə müəyyən suallar ünvanlaya bilərsiniz, hansı ki sizin marağınızı çəkən. Mən növbəti videolarda həmin suallara əsasən yeni bir kontentli video hazırlayaram. Burada masamızı toplayıram. Əslində gün ərzində bu qədər ıvır-zıvır toplanmır. Necə? Bizim bütünümüz bir balaca axşama doğru dəyişdikdən sonra bu halı alır. Çünki axşamları Dilək çox narahat olur.
Bu onun həm diş çıxarmasıyla bağlıdır, həm də ki biz rayona gedib gəldikdən sonra o belə deyək də havasını dəyişmişdi deyə azcıq soyuqlamışdı. Ona görə də bütün rejimi alt-üst oldu. Həm yemək rejimi, həm də ki yuxu rejimi. Normalda 3-4 saatin tamamında yeməyini yeyirdi və heç bir şeyə belə deyək iştahsızlıq göstərmirdi. Yuxu rejimi isə saat 10-11 radələrindən yatır, səhərdə 7-də, 8-də oyanırdı. Bu çox yaxşı idi. Amma bəzən belə hallarda ola bilir. Ona görə də axşamlar artıq mən demək olar ki, nəyi harda qoyuram, özüm belə həqiqətən özümə təəccüblənirəm. Həm də yoldaşım səhər tezdən işə getdiyi üçün mən axşamdan ona belə deyək işə yeməyini qoyuram, meyvə qoyuram, digər atışdırmalıqlarını hazırlayıram. Artıq əlimdən nələr qalırsa, onların hamısı masanın üstündə birikir və yaxud da ki mətbəxin piştaxtasının üzərində olur. Zaten təmizlədiyim vaxtlarda da görürsünüz ki, bayağı bir ıvır-zıvır var. Əlbəttə ki, bunların hər biri çox normaldır. Çünki gözümüzdən qaçmış hər bir xırda detal gün sonunda görüləcək növbəti iş deməkdir. Hətta evdə körpə uşaq varsa, ümumiyyətlə bu proses daha çox uzana bilər. Amma belə xırdalıqlara takılmaq lazım deyil. Bəzən olur ki, xanımlarımız düşünürlər, ay mən heç nəyi çatdıra bilmirəm, yetişdirə bilmirəm, çox yoruluram. Çat qapı evə qonaq gəldiyi zaman fikirləşirlər ki, evim belə gördü, belə danışacaq, belə olacaq falan filan. Amma inanın ki, bu hal hər kəsin evində var. Və haqqınızda danışdığınızı düşündüyünüz şəxslərin belə ömürlərində belə bir situasiya ilə qarşılaşdığına da əminəm. Amma işinizi rutinli və planlı şəkildə qursanız, mənə elə gəlir ki, bu daha rahat olar sizin üçün. Ən azından özünüzə də vaxt ayırmağa, zaman ayırmağa imkanınız yaranar. Bu rutinlər necə olmalıdır? İlk növbədə əgər evinizdə körpə varsa, onu rejimə salmağa çalışın. Çünki körpə nə qədər rejimdə olsa, ana da bir o qədər rahat olar. Elə körpənin özü üçün də faydalı olar, rahat olar. Həmçinin də digər işlərinizə, digər görəcəyiniz işlərə zaman qalar və sizə də çox rahat olar. Düzdür, düşünə bilərsiniz ki, bu dediklərim sözdə olduğu qədər çox daha rahat və asan olardı. Əlbəttə, belə bir mühiti yaratmaq həddindən artıq böyük güc, qüvvə və əzmkarlıq tələb eləyir. Ancaq elə ev xanımı olmaq, ailə başçısı olmaq, ana olmaq da məhz bunlardan ibarət deyilmi? İnsan gördüyü, gün ərzində gördüyü işləri sırf körpəsi üçün, sırf yoldaşı üçün, evi üçün elədiyini düşünəndə istər-istəməz fokuslanır və motivasiya olur. Bunlar bizim motivasiya mənbəyimizdir. Yəni ən azından bu mənim üçün belədir və qarşı tərəfdən də o belə deyək, xoş auranı aldığın zaman gün ərzində elədiyin hər bir işin yorğunluğu sənin həqiqətən belə deyək də gözünə görünmür. Və budur, artıq mən axşam yeməyini hazırlamağa başladım. Sizi bilmirəm, amma mən nədənsə bu hazır toyuqları çox xoşlayıram, yəni çox bəyənirəm. Kənd çolpasının tərəfdarı deyiləm. Çoxunuz məni qınayacaqsınız. Düzdür, sağlıqlı və sağlam olanı olardı. Amma nədənsə mənə bunun dadı, yəni qızartmasının dadı çox daha xoş gəlir. Bu gün mən axşam yeməyində şarma hazırlayacağam. Nəyə görə bunu hazırlamağa üstünlük verdim? Əlbəttə, axşam yeməyində daha rahat qəlyanaltılardan istifadə olunsa daha məqsədə uyğun olar. Ancaq klassik Azərbaycan ailələri mənə elə gəlir ki, bu nüanslara diqqət eləmirlər. Məndə də belə bir şey var. Həm də mən hazırladığım yeməyi biraz böyük porsiyada hazırlayıram ki, səhər günü ondan yoldaşıma işə də yeməyə qoya bilim. Həm də o bunu daha çox xoşlayır. Belə olduğu təqdirdə mənə deyir ki, sonra yediyim qabı yemək məcburiyyətində qalmıram, çünki çörək arası olur və onun üçün daha rahat olur. Mən hazırladığım əsnada belə deyə sos üçün burada sadə mayonezdən istifadə eləyirəm. Amma sizə belə bir tövsiyə də verə bilərəm ki, sos üçün qaymaq, xama və mayonezi qarışdırıb bir dişdə sarımsaq əssəz. Ədviyyatı daha çox sevirsinizsə, elə buna da ədviyyat qata bilərsiniz. Elə olduqda daha çox dadlı olur. Mən burada bir balaca sadə eləyirəm, həm də tez bazar olsun, çünki onun işdən gəlməyinə çox az bir vaxt qalmışdı. Gedişatı burada izləyə bilərsiniz.
Və budur, artıq şarmalar hazırdır. Çox ləzzətli alınmışdı. Yoldaşım da çox bəyəndi. İstifadə olunan ərzaqları zaten videoda gördünüz. Miqdarını istəyə uyğun şəkildə də eləyə bilərsiniz. Əgər yox, aydın olmayan məqamlar varsa, yorumlarda bunu bildirərsiniz. Mən də sizin üçün qeyd edərəm. Gördüğünüz gibi burada da bayağı göləsiz var. Güzgülər təmizlənməlidir və yer silinməlidir. Başlayaq.
Və budur, videomuzun sonuna gəldik. Əslində çəkə bilmədiyim çox kadr oldu, amma əlbəttə ki, bir günümüzü bütün bir kadra yerləşdirməyimiz mümkünsüzdür. İnşallah gələn videolarda daha ətraflı paylaşımlar edərəm sizlə. Buna görə də hər birinizə izlədiyiniz üçün təşəkkür edirəm. İnşallah gələn videolarda görüşmək diləyi ilə özünüzə yaxşı baxın. Hələlik.